Özel günlərdən birindən Şərq Saraydan salamlayıram sizə əziz dostlar, izləyicilər. Mən Kamran bəy Əziz. Sizi Azərbaycanın ən gözəl restoranları, şadlıq saraylarını çəkib sizə göstəririk. Həmçinin biz çəkiliş heyətimiz var, fotoqraf və videoqraf olaraq fəaliyyət göstəririk. Hal-hazırda isə biz Şərq Saraydayıq. Azərbaycanın ən gözəl restoranlarından biridir. Şərq Sarayın ünvanı isə 8-ci kilometr Nəsimə küçəsi 24/4-də yerləşir. Porsche'nin arxasında. Unutmayın ki dostlar, bizə ən böyük dəstəyiniz məhz bu videonu bəyənib rəy yazın. Biz də daha çox videoları paylaşaq, çəkdiyimiz videolardan sizə göstərək. Hal-hazırda isə toyumuza artıq açılışıdır. Hikmet Bey, Nesrin Hanım, bir ömür boyu xoşbəxt arzulayırıq. Gününüz mübarək. Bəyən gəlinimiz artıq şadlıq sarayına daxil oldu. Xoşbəxtlik arzu edirik hər iki gəncimizə. Əziz qonaqlarımız, beləliklə gecəmizin ayıl ulduzu sarayımıza təşrif buyurdu. Elə bu səbəbdən də dəyərli qonaqlarımız, sizlərdən gür almışlar rica edəcəyik. Gecəmizin əsas səbəbkarlarının təşrif buyurmağının şərəfinə. Əlbəttə ki, gecənin ilk dəqiqələrində ənənəmizə sadiq olaraq bəyimiz... Və bəyən gəlinimizin ilk rəqsini hal-hazırda müşahidə edirsiniz. Təbii ki, üzlərini bağlı saxlayacağıq. Və qısa videolar sizə təqdim edəcəyik. Çalışacağım ki, həm geniş, həm də yaxından sizə çəkib həm restoranı göstərək, həm də ki öz işlərimizi. Səslənir bəyimiz və gəlinimiz üçün elə bu gürültülü və coşqulu alqışlarla da Aparıcı müğənnimiz Sadiq bəy idi. Müğənnimiz isə Azərbaycanın ən gözəl müğənnilərindən biri olan Rüfət Axundov aparacaqdır. Və toyumuzun rəsmi açılışını hal-hazırda görürsünüz. Möhtəşəm bir toy keçdi şadlıq sarayımızda. Açılışı isə Atəşkah rəqs qrupu təqdim elədi.
Və restoranın hal-hazırda interyerini sizə göstəririk. Sadiq bəy isə aparıcı müğənnimiz idi. Mükəmməl toyumuzu apardı. Və səhnəmizin əsas ulduzu Rüfət Axundovu görürsünüz. Möhtəşəm toy aparır. Salamlarımızı göndəririk. Yəqin ki bizim videomuzu görər. Dostlar, toyumuz çox möhtəşəm keçdi. Həm restoranın abu-havası çox möhtəşəmdir. Demək olar ki, toya gələn qonaqlar heç əyləşmir, ancaq oynayırlar, yeyirlər, içirlər. Qeyd edim ki, Rüfət Axundov canlı oxuyur bütün toyları. Hikmət bəylə Nəzrin xanım buyursunlar tırtıdaşlar. Və Əyləşsinlər. Aşımızı təqdim toyumuzun ən gözəl yerindən olan aş təqdimatı olunacaq indi hal-hazırda. Aşımızı təqdim edilsə Atəşgah rəqs qrupu şəxslər tərəfindən təqdim olunur.
Möhtəşəm təqdimatdan həmən sonra isə biz artıq yavaş-yavaş Ateşkar Rex grubuna derin teşekkür dolu gecesini peşekar komanda onların gözlerinden izleyirsiniz en özel, en xüsusi anlarımızı yekunlaşdıracağıq videomuzu. Peşekar operatorlarımıza teşekkürümüzü bildiririk. Başta olmakla size teşekkürlerimiz var. Böylelikle değerli Dostlar, özünüzə yaxşı baxın, sağlıqla qalın. Mən Kamran Bəyəziz. Hələlik.